Bütün balıqlar bürcü adından isyan etmək istəyirəm. Axı niyə qoroskopda balıqlar bürcü daima gözüm çıxdıya salınır? Koç məqsədyönlü, şir lider, əqrəb xarizmatik, balıqlara gələndə isə sakit, öz dünyalarında balıqlar, öz axarı ilə gedirlər. Bir mart balığı olaraq və balıqlar bürcü xanımlarını çox gözəl tanıyan biri kimi deyə bilərəm ki, əgər balıqları daima depressiv, ağlayan, iradəsiz biriləri kimi bilirsinizsə çox yanılırsınız. Mən balıqlar bürcüyəm və insanları rengen kimi skan etməyi bacarıram. Mən balıqlar bürcüyəm. Nə çox sıxılmağı, nə də ki çox boş verilməyi sevirəm. Mən balıqlar bürcüyəm. Birdən-birə yoxa çıxmışamsa, sadəcə tək qalmağa ehtiyacım var deməkdir. Mən balıqlar bürcüyəm. Yumor, sarkazm və manipulyasiya ən güclü silahlarımdır. Balıqlar bürcüyəm. Sözümü elə deyərəm ki, 7 qatından keçər. Qərarlıyamsa insanı yaddaşımdan elə silərəm ki, bir zamanlar var olduğuna üz düşməyim. Xəyalpərəstəm, amma xəyallarımın arxasından da getməyə bacarıram. Sənə elə gəlirsə ki, hiss eləmədim, fikir vermədim, o sənə elə gəlir. Balıqlar bürcüyəm və tanımadığım insanlar ilk görüşdən belə mənə güvənib sirlərini aça bilir. Balıqlar bürcüyəm və içimdə yalnız balıqların başa düşə biləcəyi ayrı bir dünya var. Mürəkkəbliyinizə görə üzr istəməyin əziz balıqlar. Çünki biz zodiakı sonlandıran bir şah əsəri.